İyulun sonu avqustun əvvəllərində cəbhə xəttində gərginlik yaşandı. Əskərlərin həlak olması, yaralanması xəbərləri medianı sardı. Amma bununla bitmədi. Bölgədən olayları xəbərləyən jurnalistlərin məlumatları heç də bir mənalı qarşılanmadı. Aralarında yanlış xəbərlər ötürənlər də az olmadı. Mübahisə mövzusu təkcə bu deyildi. Reportyorların cəbhə xəttindən şəkil, video görüntüləməsi, hərbi texnika ilə bağlı məlumatların verilməsi etirazlara səbəb oldu. Etirazlara baxmayaraq hərbi ekspert Üzeyir Zəfərli müharibə şəraitində cəmiyyətin məlumatlandırılmasının vacib olduğunu deyir. Məlumatsızlıq nəticəsində biz şəhidlərlə bağlı məlumatları sosial şəbəkədə geniş müzakirə edəndə hələ bizim telekanallarda çal-çağır gedirdi, konsertlər gedirdi. Yaxşı xatırlayırsınız. Və bu da insanlarda qıcıq yaradırdı. Necə olur biz ondan artıq şəhid vermişik, burada telekanallar, burada bayağı mahnılar, bayağı belə deyək, çal-çağır həyata keçirir. Yenə də deyirəm ki, bu dövlətin bir işləy mexanizmi olmalıdır ki, belə hadisələr baş verən kimi dərhal, yəni necə insanlar məlumatlandırılmalıdır. İndi mən bir şey də qeyd edeyim ki, bu hadisələr baş verəndə biz bunun müsbət tərəfini deyirdik ki, bizimkilər deyirdi 2 kənd azad olundu, 2 rayon azad olundu. Yaxşı, bunun biraz əks tərəfini götürək. Əgər məlumat verilsəydi ki, o cəbhə bölgəsində yaşayan kəndlərimizdə panika yaşanır, insanlar oradan çıxır, onda nə olacaqdı? Rəsmi reaksiya yox, insanlar arasında bu şayələr get-gedə artır. Bunun qarşısını kim alacaqdı? Kimi bu xəbərlərin verilməsini vacib, kimisi hərbi sirrin yayılması kimi dəyərləndirdi. Ön xəttə gərginlik səngiyəndən sonra Milli Məclis hərbi məlumatların məsələsini bir daha gündəmə gətirdi. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruz yerli mətbuata müsahibəsində yeni qanun layihəsinin hazırlandığını bildirib. Bu qanun hərbi məlumatların yayılması ilə bağlı məhdudiyyətləri özündə əks etdirəcək. Dünyada vətəndaş öz şəxsiyyətini təsdiq etmədən hər hansı bir fikir şərhi yaza bilmir. Amma bizdə ordu haqqında da, insan haqqında da müxtəlif fikirlər yazırlar. Vəlinin papağını əlinin başına, əlinin papağını vəlinin başına deyən keçmiş hərbiçi Üzeyir Zəfərli var olan qanunun yenidən qəbul edilməsinə ehtiyac olmadığını deyir. Əvvəla Azərbaycanın bu məsələ ilə bağlı 2 qanunu var. Deməli, dövlət sirri haqqında qanunu var, bir də informasiya əldə etmək haqqında qanun. Hər 2 qanunda hər şey açıqlığı ilə göstərilib. Dövlət sirri haqqında qanunun 5-ci maddəsində açıq şəkildə göstərilir, hansı deməli müddalar hərbi sirrə aiddir və hansı müddalar açıq mətbuatda və yaxud da ki, cəmiyyətdə verilə bilər və verilməyə bilər. Ən azından bu 3 gün ərzində, yəni avqustun ilk 3 günü onu sübut elədi ki, rəsmi qurumlar bir qədər çaşqın vəziyyətdə idi. Əgər onlar jurnalistləri toplasaydı vaxtı-vaxtında, bizim, baxın, nümunə kimi Ukraynanın biz misal gətirə bilərik. Gün ərzində 3 dəfə jurnalistlərə məlumatlar çatdırır. Səhər saatlarında, gecə baş verən hadisələr, günorta saatlarında, bir də axşam saatlarında. 3 dəfə məlumat çatdırılır. Bu məsələ tənzimlənir və ona görə də bu tənzimlənmiş məsələyə heç ehtiyac qalmır. İndi bu sadəcə olaraq bilirsiniz necədir? Bir qədər jurnalistlərin informasiya əldə etməyinin qarşısını almağa çalışırlar. Keçmiş hərbiçi deyir ki, müharibə şəraitində dəqiq məlumatlara ehtiyac var. Bunun üçün də rəsmi orqanlar daha operativ və dəqiq çalışmalıdır. Əks təqdirdə boşluğa yanlış xəbərlər doldurur. Hərbi ekspert Ukraynada baş verən son olaylarda Müdafiə Nazirliyinin mətbuat xidmətinin fəaliyyətini nümunə kimi göstərir.